Xoş gördük hər birinizi. Mənim adım Vahidədir. Bugün bu 15 dəqiqə ərzində istəyəcəm siz buradan enerji ilə gedəsiniz. Çünki çox teoretik danışmayacağam, təcrübəmdən danışacağam və bir HR olaraq digər namizədlərin gördüyüm karyera yollarından danışacağam ki, siz də həm enerji ilə belə deyim, ilhamlanasınız, həm uğurlarla ilhamlanasınız, həm də fərqli hekayələr eşidəsiniz. Bugünkü mövzu deməli sərhədlərin kənarındadır. Gəlin belə bir sual verim sizə. Siz həyatınızda hər hansı bir gələcək karyeranızda bir iş qurmusunuzmu? Nə olmaq istəyirsiniz? Belə bir sual veririk biz bəzən HR olaraq namizədlərə. Düzdür, bəzən bu suallara biraz yanaşma fərqli olur. Başa düşmürlər, niyə görə bu sualı veririk? Bəzən bu suallara çox adi baxırlar. Amma bir saniyəlikdə düşünün. Sizin üçün xəyalınızdakı iş nədir? Nə olmaq istəyirsiniz? Onu xəyalınızda gerçəkləşdirin. Okay? İndi isə biraz da o xəyalın üzərinə gedin. Daha da qabağa aparın o sərhədi. Bəs bundan üstün, bundan geniş, bundan yüksək nə olmaq istəyirsiniz karyeranızda? Biraz onu düşünün və bu zaman gözünüzdə qığılcımlar yanacaq. Bu qığılcım, bu ilhamdır, bu qığılcım enerjidir, hansı ki sizi o yola aparacaqdır. Və sizin o xəyallarınızda, siz gördünüz ki, siz birinci bir xəyal qurdunuz, bir iş istədiniz beyninizdə. Amma daha sonra o qurduğunuz sərhədin üzərinə getdikcə o virtual sərhəd adlandırdığımız cizgi biraz da qabağa gedir. Yəni sərhəd dediyimiz, mən bunu edəcəm dediyimiz o hissə, o cizgi, o virtual bir sərhəddir. Siz onun üzərinə nə qədər çox gedəcəksiniz, o qədər də çox qarşıya gedəcək. Yəni onun üçün heç vaxt öz maksimumunuzu limitləməyin. Siz daha çoxuna layiqsiniz, siz daha çoxunu bacara bilərsiniz. İndi gəlin bir dənə də öz üzərimizdə çalışma edək, öz beynimizlə işləyək. Fikir qurdunuz, sərhədləri aşdıq, xəyalımızın üzərindəki bir karyeranı, bir iş imkanını özümüz üçün gerçəkləşdirdik. Amma əlbəttə ki, biz bilirik ki, buna gedəcək yolda bizə mane ola biləcək hansısa məqamlar var, maniyələr var. Niyə mən o xəyalımın yuxarısında olan o işə, o karyera imkanına getməyə bilərəm? Nə mane ola bilər mənə? Biraz bunun üzərində düşünün. Nəysə var, düzdür? Yəni, nəsə mane ola bilər sizə ki, o xəyalınızın üzərindəki xəyaldakı işə getmək üçün. Baxın, o maniyə dediyimiz anlayışlar ümumi olaraq 3 hissəyə bölünür. Bütün qruplaşdırsaq o maniyələri 3 hissədir. Biri budur ki, mən bacarmaram. Məndə alınmayacaq. Bunu siz özünüzə deyirsiniz. Bunu sizə heç kəs demir, bunu sizə imkanlarınız demir. Sadəcə bu sizin özünüz üçün qoyduğunuz bir sərhəddir. İkinci nədir? Cəmiyyət. Nə deyərlər? Görən necə crazy bir ideyadır da, xəyalınızdakı bir ideya. Nə deyərlər? Mənim oğlum var 11 yaşında, o deyir, mən müğənni olmaq istəyirəm. Bütün günü Eurovision'a baxır, bütün müsabiqələrə baxır və ən böyük arzusu Michael Jackson da onun kumiridir, onun kimi bir müğənni olmaq istəyir. Mən əlbəttə bir valideyn olaraq, bir cəmiyyətin üzvü olaraq deyirəm ki, Murad, Michael Jackson bir nəfərdir, yəni ümumiyyətlə. Çalışırım müxtəlif maniyələr ona bir valideyn olaraq bildirim ki, bu bir istiqamətin dəyişsin, başqa istiqamətə getsin. Əlbəttə bu da gözəl ixtisasdır, amma bu daha çox hobbidir, nəinki peşədir. Və mən ona nə qədər maniyəli, belə deyim, sözlər demək istəyirəm, görürəm, yox, mənim hər maniyəm onu daha da güclü eləyir və daha da çox crazy ideyasını aparır onu. Sizin üçün birinci ideyanız ki, mən bunu bacarmaram deməlidir. Bu sizin özünüzün qurduğunuz bir maniyədir. Belə maniyə yoxdur. İkinci, cəmiyyət. Nə deyərlər? Bütün maniyələr, sərhədləri aşmağımız üçün bizə mane olan o maniyələr, ikinci bloklanmış, belə deyim, qruplanmış hissəsi bu cəmiyyət nə deyərdir? Bu da bəzən belə olur ki, biz lazimi deyil də lazimindən üstün buna, belə deyim də, diqqət ayırırıq.
Yəni əslində o qədər də bəlkə cəmiyyət üçün, hansısa insanlar üçün sizin o yolda gedəndə etdiyiniz belə deyim addımlarınız o qədər də dəyərli deyil, o qədər də göz önündə deyil. Çünki hər kəsin öz problemləri var. İnsanlar müxtəlif gün iş, ev, şəxsi həyat bu rutinin içindədirlər və əslində sizi o qədər də belə deyim də öncəliyə salmır. Siz bu maneəni çox böyüdürsüz. Belə bir maneə o qədər də böyük deyil, yəni. Gözünüzdə gördüyünüz kimi deyil. Sizi o xəyalınızda olan karyeraya aparacaq maneə deyil. Və üçüncü maneə bu nədir? Bu vaxt, pul və digər bunun kimi maddiyyat kimi bir amillərdir. Hansı ki bu da əslində çox sizin üçün siz 1-0 hətta bir neçə 0 misal üçün ən azı məndən və mənim yaşımda olan insanlardan öncəsiz ki sizin vaxtınız çoxdur. Sizin zamanınız çoxdur. Və siz bu məqamı əgər mənim indi vuracağım bir xəyalımın gedəcəyi yolda bu zaman böyük bir maneədirsə, sizin üçün bu belə deyil. Mən bir nümunə danışmaq istəyirəm. Bəlkə bunu hansınızsa bilirsiniz, eşitmişsiniz. Bir tanınmış Nobel mükafatçısı çox belə çətin karyera yolu qurur, adi bir ailədən çıxır, yavaş-yavaş işləyir öz üzərində, mükafatlar qazanır və çox dünya üzrə tanınmış bir alim olur. Bunu tez-tez dəvət edirlər müxtəlif böyük tədbirlərdə çıxış etməyə. Belə olur ki, ölkələrin birində bunu dəvət edirlər ən yüksək səviyyəli otelə və bu otelin ən yüksək səviyyəli otağını ona verirlər. Və bu resepsiyondan keçəndə bildirirlər ki, prezidentski lüks verəcək sizə, otelimizin ən gözəl otağıdır. Bu alim girir otağa, bunu qarşılayırlar. Görür belə dəhlizdir, divan qoyulub, şkafdır, televizordur, bir də yataq kimi düzərilibdir. Belə başqa bir şey görmür buna. Prezidentski lüksa heç vaxt gəlməyib, ilk dəfədə belə bir otağı görüb, düşünür ki, yəqin bu normadır, belə olmalıdır. Çox onun gərgin qrafik olur, səhərli tezdən durur, gedir, çıxışlarını edir, gənclərlə görüşür, müxtəlif iş adamları ilə görüşür, axşam qayıdır, gəlir otağına və belə bir neçə gün çəkir. Üçüncü gün artıq bu otaqdan çıxmalıdır, gəlirlər onu qarşılamağa. Otaqdan çıxanda sual verir ki, bu otaq nə ilə fərqlənir? Yəni, niyə görə buna prezidentski lüks, otelinizin ən super otağı deyirlər? Əməkdaş, otelin əməkdaşı dönür, deyir, Nobel mükafatçısının şkaf sandığı o qapı hansı ki açmayıb heç. Açır onu və artıq oradan başlayır otel. Oradan başlayır otaq. Yəni, mən üçün mən bu misalı haradasa bir 10 il bundan öncə eşitmişəm. Həmişə bu misalı mən hər bir işimdə istifadə edirəm. Həmişə çalışıram, hətta açılmayan qapıların arxasında nə olduğuna maraq göstərir. Çünki bizi digər o xəyalımızda olan bir işə aparacaq digər məqamda maraqıdır. Nə qədər ki bizim marağımız olacaq, araşdıracağıq, baxacağıq, yoxlayacağıq, sınayacağıq, yıxılacağıq, durub təzədən gedəcəyik, o qədər də biz daha güclü olacağıq. Öz təcrübəmdən danışmaq istəyirəm. Mən Dövlət Dərəçilik Akademiyasında oxuyurdum və o zaman yüksək balla universitetə girəndə heç bilmirdim daxil olduğum fakültə nədir, bitirib Dövlət Dərəçilik fakültəsini bitirmişdim. Xəyallarım belə böyük idi. Universitet zamanı artıq oxuduğum anda gördüm ki, yox, məndə nəsə bu reallıqla uğraşmır da. Yəni, mən özümü orada görmürəm də, o sahədə, o qurumlarda görmürəm. Və bilirsiniz, bilməm, tanımırsınız, Dövlət Dərəçilik Akademiyası burada yerləşir və prezident aparatı ilə yan-yanadır. Pəncərə-pəncərədir və biz orada tələbələr, gənclər baxırdıq pəncərədən bunların həyat tərzinə ki, çox ciddidirlər, işə gedirlər, işə gəlirlər. Və mənim paraleldə tanıdığım bir ailə üzvü, bir tanış insan var idi. Bu xanım o zaman Azərseldə işləyirdi. Korporativ sosial məsuliyyət departamentinin rəhbəri idi. Və bizim ailədə, bizim ətrafımızda hamı bu xanımı çox istəməkdən öncə buna belə bir necə deyim, başqa bir münasibət baxırdı ki, yəni necə edir bunu? Və mən onun həyatını o vaxt sosial şəbəkələrdən izləyirdim ki, müxtəlif təlimlərə gedir, müxtəlif çıxışlar çıxış edir. Nə bilim, hətta belə o vaxt tələbələr üçün adi görünən bir şey idi ki, bunun otururdu hansısa kofe shopda, kofesi ilə oturub orada işləyirdi. Bu məni daha cəlb edici gəldi, bu həyat belə deyim. Nəinki kostyum, qalstuk, ciddi işə get gəl. Və mən o zaman onu özüm üçün qoydum. Müxtəlif insanlar var. O zaman bunu özüm üçün hədəf qoydum ki, mən onun o işlədiyi yerdə işləmək istəyirəm. Heç bilmirdim Azarsel nədir, Telekom nədir, heç məlumatım yox idi. 3-cü kurs tələbəsiyəm, əlbəttə məni işə götürməyəcəklər.
Nə etməyə başladım? Başladım tələbə proqramları haqqında məlumat əldə edim ki, o şirkətin tələbə təcrübə proqramları var, tələbə təqaüd proqramları var. Getdim, imtahanlardan keçdim, axırıncı imtahandan kəsildim. İngilis dilində essay idi, mən də essay yazmağı heç vaxt xoşlamamışam. Ona görə kəsildim oradan. Yenə pəs etmədim, tüklər demiş, dedim, yox, mən orada işləyəcəm, bu mənim arzumdur. Amma deyim ki, sizə başqa hansısa bir axtarmalar etdim, arayışlar etdim. Bir dəfə getdim, Azərsil Plazanın qarşısına getdim, amma qohuma heç vaxt heç nə demirdim. Çünki o mənim üçün bir belə deyim, göstərici idi ki, mən özüm gedəcəm, orada işləyəcəm və bir gün hamı görəcək ki, mən orada işləyirəm. Neysə, belə bir tələbə kimi xəyallarım var idi. Və çox bəzi anlarda şans insanın gözləmədiyi yerlərdən gəlir. Yəni siz heç gözləmədiyiniz yerdə sizə elə bir o qapı var, açıla bilər. Siz amma o qapını açmalısınız. Yəni o cəsarəti göstərməlisiniz, o marağı göstərməlisiniz. Çox belə bir mühitdə o vaxt tələbə təcrübə olaraq bizi universitetdən göndərmişdilər. Gənclər və İdman Naziri ilə mən düşmüşdüm və oranın HR komandasına düşmüşdüm təcrübəçi kimi. Orada təcrübə keçdiyim gənclərdən biri necədirsə bir gün axırıncı gün idi. Sadəcə gəlmişdi ki, sənədlərini imza atsın. Orada o gənclə tanış oldum ki, o da mənim tələbə yoldaşım imiş. Biz Patokda bir oxuyurmuşuq və bu Azərseldə telefon mərkəzində işləyir. Mənimlə danışdı, dedi, siz nə yaxşı Azərselə kommunikasiyada açıqsınız, dillər bilirsiniz, Azərselə müştəri xidmətlərinə verməmişsiniz. Dedim, orada tələbəni işə götürərlər ki, axı mənim təcrübəm yoxdur, hara gedirəm, mənə təcrübə istəyirlər. O vaxt sizin kimi deyildi, könüllü proqramlar bu qədər deyildi, bu qədər şanslar yox idi. Dedi, əlbəttə orada təcrübə önəmli deyil. Dedim, bəs ora necə müraciət edirlər? Mən də bilmirəm, vakansiya bölməsi var, sayt var, oradan müraciət. Başa saldım, get bu sayta gir, oradan apply elə, sənə çağıracaqlar intervyu. Getdim, apply elədim, məni çağırdılar intervyuya və mən başladım o şirkətdə işləməyə. Yəni, bu mənim üçün bilirsiniz, belə bir gözlənilməz bir an oldu ki, mən 2 ildir 3-cü kurs və 4-cü kurs çalışıram, tələbə proqramlarına, müxtəlif yolların, amma alınmır məndə. Amma burada mən artıq oranın işçisi oldum və işlədim. 4 il müştəri xidmətlərində işlədim, bir gün mənə zəng gəldi. Orada da o 4 il ərzində müxtəlif pozisiyalara müraciət eləyirdim, imtahanlara gedirdim, kəsilirdim. Olurdu, axır ana qədər gedirdim, nəsə iş çıxırdı, keçə bilmirdim. Amma heç vaxt demirdim ki, özümü günahlandırmırdım, daha da güclü edirdim. Niyə keçmədim? Gedib görüşürdüm, özüm üçün feedback alırdım ki, nəyi inkişaf elətdirir? Nəsə var da ki, məndə alınmır, o birisində alınır. Mən deməli, biraz da öz üzərimdə işləməliyəm. Və günün birində mənə zəng gəldi, İnsan Resursları Departamentindən şöbə rəhbəri Aytən xanım var idi o vaxtda. Bəs siz öz işçi, biz high performer deyirdik ona, öz gördüyü işlərdə yüksək nəticə toplanan işçilər. Siz top 3-dəsiniz cari işdə, bizə 2 aylıq təcrübəçi lazımdır. Həmkarımız yayda məzuniyyətə gedəcək, 2 aylıq sizi götürəcəyik. Bu zaman mənim rəhbərimə dediyim, əlbəttə mən icazə almalıydım qaydalara uyğun olaraq, o mənə dedi ki, son 5 il ərzində İnsan Resursları Departamentinin daxildən heç kəs keçməyibdir. Çox, belə dedim, mənim o dediyi birinci maniyə var ki, nə alınmayacaq səndə. Çox ümidlərə qapınma, 2 aydan sonra geri qayıdacaqsan, orada heç nə alınmayacaq. Dedim, eybi yoxdur. 2 aydır mən təcrübə yığacam, belə. O 2 ay olub 10 neçə il. Mən o 2 aydan sonra xoşları gəldi, işlər. Heç vaxt düşünmürdüm ki, 2 aylıqda işi yola verim, gedim. Məndə heç vaxt o fikir olmayıbdır. Həmişə maksimum enerjimi qoyurdum, maksimum əlimdən gələn edirdim. Gözləmirdim ki, mənə gəlib desinlər ki, Vahidə bunu et. Bitirirdim işimi, gedirdim bir-bir soruşurdum əməkdaşlar. Nə edim? Başqa nəyə kömək edeyim? Harada dəstək ola bilərəm? Araşdırmalar aparırdım. Və belə oldu ki, o 2 il uzandı, oldu bir neçə il və mən işlədim orada düz 11 il Azərsel şirkətində. Və bir gün yenə də heç ara müraciət eləmirəm, heç o qədər öz komfort zonamdayım. Bizi növbəti, belə deyim, o dream job-a, o xəyallarımıza aparan yolda olan 4-cü maneədir bizim komfort zonamızdır. Bəzən biz çox düşürük komfort zonaya. Və orada inkişaf yoxdur. Hər şey yaxşıdır. Çörək, bu da Sovet rejimindən gəlib. Valideynlərimizin hamısı Sovet insanlarıdır. Orada bərabərlilik, bu başqa məlumatlar var idi. İşləyirəm, pulumu qazanıram, ailəmə baxıram, hər şey yaxşı gedir. Komfort zonamdayım, bildiyim insanlardır, bir stres yoxdur. Niyə dəyişim işimi? O məntiqlə 11 il işləyirdim o şirkətdə. Bir gün mənə zəng gəldi, bir işə qəbul şirkətindən, Hantim şirkətdən idi. Bəs Azərgold şirkətində HR direktor pozisiyası var, sizin kandidaturanızla maraqlanırlar. Mən də o zaman çox eşitməmişdim bu şirkət haqqında, məlumatım yox idi.
Bəs HR direktor pozisiyasıdır. 700-ə yaxın nəfər komanda var. 20 nəfər sizin komandanızda olacaq. Dövlət şirkətidir və s. və s. danışdılar mənə. Sözün düzü ilk anda istəmədim. Çünki yenə deyirəm, o komfort zonamdan çıxmaq istəmirdim. Artıq məndə illik plan var. Nə vaxt məzuniyyətə gedirəm, işimi qurmuşam, hamı məni tanıyır. Artıq nəyisə insanlara satmaq üçün özümü izah eləməli deyiləm. Əgər deyirəmsə bu belə olmalıdır. Başa düşürlər ki, niyə belə deyirəm və s. və s. Bu zaman bilmirəm niyə görəsə, bəlkə də bu belə deyim, təsadüfən oldu. Qabağıma komfort zonuna əlaqədar olaraq çoxlu belə deyim video çarxları çıxdı, çoxlu belə materialları çıxdı və başladım oxumağa və dedim, özümü yenə analizə qapıldım. Başladım özümü analiz eləməyə ki, aha, bəlkə mənim ora yox deməyə səbəbim öz komfort zonamda olmaqdır. Bəlkə artıq mən düşünürəm ki, bura yaxşıdır. Yox, mən gedəcəm. Mən ən azı müsahibəyə gedim, görüm nə olacaq. Getdim, iki dənə müsahibəm oldu. 2 müsahibəyə getdim. Gördüm ki, bu biraz başqa cürdür də. Korporativ deyil, daha çox dövlət strukturudur, daha çox fərqli o universitet zamanı pəncərədən gördüyüm mühitdir. Belə biraz fərqli idi. Yenə də valideynlər, yenə də sosial insanlar, ətraflar, hamı dedi, nə evə lazımdır, oturmuşsan, gül kimi işin var, böyük şirkətdəsən, belə stabil işin var. Dedim, yox, belə şey yoxdur, mən artıq komfortdayım, siz də məni dartırsınız o komfortda, mən orada qalmayacağam. Mən keçəcəm bu cizgini və keçdim o cizgini, hədidim, başladım Azərbaycanda işləməyə və başladı mənim başqa istiqamət. Mən öncə komandam olub manage etmişəm, amma direktor pozisiyasında olmamışdım və C-level'larla, yəni CEO ilə bilavasitə işləməmişdim. İşləmişdim öz C-level'ımla, o işləmişdi digər üst rəhbərliyi ilə. Burada mənim stakeholderlarım dəyişdi. Başqa pozisiyaları insanlarla işləməyə başladım. Başa düşdüm ki, mən nəyisə izah eləyəndə artıq fərqli izah eləməliyəm. Yəni, HR nöqteyi nəzərdən deyil, biznes nöqteyi nəzərdən izah eləməliyəm, maliyyə istiqamətləri nəzərdən izah eləməliyəm. Yenə də araşdırma apardım ki, burada mənə nə lazımdır ki, burada da komfortumu yaradım. Və özüm üçün o list çıxartdım ki, mən bu komfort zonadan çıxdığım zonada nə etməliyəm ki, burada da komforta yenidən qayıdım. Və başladım onu özüm üçün yazdım. O individual coaching sessiyalar götürməyə başladım. Müxtəlif təlimlər öyrənməyə başladım. Qanunvericilikləri öyrənməyə başladım. Daha sonra oranın başqa spesifikası var ki, sən tək öz işini bilməməlisən. Dövlət satın alması olsun, digər istiqamətdə dövlət proqramları olsun, hamısını öyrənməyə başladım. Çünki sən görüşə gedəndə hər biri haqqında məlumatlı olmalısan. Orada işlədim bir il hardasa, amma gördüm ki, nəysə bilirsiniz ki, bəzən olur bu insan, bəlkə də bu bir müddət sonra sizə gələcək, özünü tapmaq. Və mən gördüm ki, artıq mən özümü tanıdım və mən bilirəm mən bu karyeramdan, həyatımdan nə istəyirəm. Siz də bir müddət sonra özünüzü bir neçə, belə deyim, o challenge-lara atdıqdan sonra, komfort zonanızdan qırağa çıxdıqdan sonra, özünüzü tapandan sonra artıq biləcəksiniz ki, siz nə istəyirsiniz? Ən azı mühit olaraq. Hansı mühit, hansı insanlar, hansı növ uğur sizin üçün, yəni tək nədən ibarət olmayacaq. Artıq necə, how hissəsi də gəlib çıxacaqdır öncəliyə ki, sizin üçün uğur tək yüksək vəzifədə çalışmaq deyil, amma necə bir mühitdə çalışmaqdır, necə işi görməkdir. Və belə-belə özümü araşdırdım, təzədən Paşa Holdingdən təklif aldım, gəldim Paşa Holdingə çalışdım. Paşa Holdingə gələndə bir müddət sonra gördüm ki, mən özümü tapdım. Bura, deməli, mənə uyğun mühitdir, mənim istəklərimi gerçəkləşdirən mühitdir və belə bir mühitə düşəndən sonra belə bir anlayış var ki, mühit sizi o işçiləri bir gül olaraq, belə deyim, biri var, gül çiçəyi açır, ona müxtəlif gözəl baxırsan, müxtəlif şərait olur ona baxılan və o çiçəyi açır, böyüyür, amma eyni var ki, eyni güldür, misal üçün bu otaq gülüdür, ev gülüdür. Amma bunu aparıb həyətə qoyanda, pəncərənin günəşin altına qoyanda, o günəş baxmayaraq ki, güllərə xeyirdir, amma məhz bu gülə xeyir vermir, ziyan verir. Çünki bu mühitdə deyil. Siz də bir müddət sonra artıq o mühitinizi biləcəksiniz və başa düşəcəksiniz ki, sizdə hansı mühitdə siz gül açırsınız, böyüyürsünüz, inkişaf edirsiniz və nə gözəl olar ki, fəlsəfədə belə mən bir fəlsəfə müəllim var idi, çox gözəl belə bir sözü var idi ki, insan öz istəklərinin maksimumunu bilməlidir. İstək deməyim, o rusca deyildi, predel своей удовлетворенности. Yəni özünüz o predeli bilməlisiniz ki, bax, bura artıq mənim üçün kifayətdir.
Burada artıq ambisiyalar da daha konstruktiv yola çevrilir. Sadəcə ambisiya ilə hərəkət eləməyəcəksiniz. Siz ki, hə gedim, mən bu uğura gedəcəm, mən bunu qazanacağam, bunun üçün dostumdan da vazgeçərəm. Bu artıq itir bu hisslər. Siz artıq harmoniyada olursunuz. Siz nə istədiyinizi biləcəksiniz. Siz necə bir mühiti istəyirsiniz, onu biləcəksiniz. Və siz orada böyüyəcəksiniz, inkişaf edəcəksiniz və sizi görəcəklər. Sizi imkanlarınızı, sizin bacarıqlarınızı ətrafda insanlar sizi kəşf edəcəklər. Sizin potensialınızı görəcəklər və sizə uğur qazanacaq bu. Mən öz karyera boyunca müxtəlif növ insanları intervyusunda keçirmişəm. Bir neçəsindən istəyirəm sizə sadəcə danışım və zamanımız deyəsən keçirəm digər qonağın zamanına bitirib. Məni ilk təəccübləndirən bir müsahibə olmuşdu mənlə. Bu namizəd diş həkimliyi, yəni həkim idi. 7 il yoxsa 5 il bilməm medusda oxumuşdu diş həkimi üzrə. Bitirdikdən sonra başa düşmüşdü ki, bu ixtisas bunluq deyil, IT-ni öyrənmişdi, developer olmuşdu və mənim müsahibəmdə iştirak etmişdi. Mən onu developer götürmüşdüm. O insan hal-hazırda Azərseldə developer komandasının rəhbəridir. Mikail özünüz LinkedIn-də tapa bilərsiniz. Bu həkimdir. Və onun ilk texniki şirkətə müsahibəsində komandasında mən olmuşdum. Mən yəni HR tərəfdən olmuşdum. Və yaxud digər müxtəlif növ misallar var ki, hansı ki biz onu Azərselə intervyuya götürdüyümüz zaman cavan, gənc, ambisiyalı bir gənc idi və biz o əlbəttə ki ona sual verəndə ki, növbəti 5 ilə planın nədir? Biraz skeptik yanaşırdı o suala və bəzən olurdu ki, bu insanlar həqiqi deyirəm sizə, o plan yox idi onlarda 5 ildə. Bir namizəd xatırlayıram. Bu namizəd buna soruşanda ki, 5 il növbəti illəri planınız nədir? IT-şnik idi o da. O bildirdi ki, mən xaricdə gedib işləmək istirdim, amma ailə həyatı qurdum, yoldaşım ailəsindən uzaqlaşa bilmir deyə mən ona görə qalıram burada işləməyə. Belə baxdım o zaman, bir 7-8 il bundan qabağın söhbətidir. Dedim, oğlan adı Siracı idi. Dedim, hə, nə yaxşı indiki gənclərdə belə bir oğlanlarda var belə bir şey ki, karyeralarından hardasa addım dala atırlar. Gəldi, işlədi, uğur qazandı. Oğlan hal-hazırda Facebookda, Londonda çalışır. Müxtəlif şirkətlər onu bura qonaq olaraq dəvət eləyir və o oğlan gəlir, spiker kimi çıxış eləyir. Çox belə kandidatlar gördüm, yəni öz HR, recruitment karyera yolunda. Hansı ki, plan A, yəni çağırışlar hazır idilər. Düşünmürdülər ki, nə olacaqdır, yəni növbəti nədir. Və plan nəysə, bəzi zamanlarda dala addım da atmaq lazım olur. Mən də onu öz karyeramda atmışam. Yəni, getmişəm qabağa, amma dayanmışam, dala addım atmışam ki, görüm nə, necədir, biraz qıraqdan edim, nəzər edim hər bir şeyə. Ona görə hər birinizə buradan nə arzulamaq istəyirəm? Birincisi, xəyal etməkdən vazgeçməyin. Yəni, inanın ki, siz o bu söz deyil, mən özüm də təcrübəmdə görmüşəm. Siz kainata buraxdığınız o pozitiv enerjilər, pozitiv xəyallar fırlanıb qayıdıb gələcək sizin üzərinizdə. Hətta xəyalımı qurduğunuzun üzərindən belə, hətta mənim həyatımda olurdu belə bir an ki, mən heç xəyalımı qurmadığım bir uğuru yaşayırdım. Yəni, mən heç vaxt düşünməzdim ki, bu olacaq, misal üçün, amma onu mənə oldu, o uğuru yaşadım. Və sual verəndə niyə yaşadım? Çünki olduğum işi keyfiyyətli görürdüm. Heç vaxt yola verim, tez edim getsin, enerjisiz edim, həvəssiz edim, bu yanaşma olmadı. O tələbə seçilir ki, o tələbə uğur qazanır ki, onun həyat tərzi ev, məktəb, dostlar, ev, məktəb, dostlar bundan kənardır. Bu həyat tərzindən kənara gedən gənclər uğur qazanacaqdır. Öz üzərində işləyən gənclər uğur qazanacaqdır. Gəlin bir reallıq var, bilirsiniz də, yəni tələbə sayı çoxdur, həddindən artıq çoxdur. Amma uğurlu pozisiyalar, dream joblar o qədər çox deyil, yəni bu eyni bərabərlikdə deyil. Ora gedən gənclər digərlərindən seçilən gənclər olacaqdır. Nə ilə seçilən gənclər olacaqdır? Enerjiləri ilə birincisi, həvəsləri ilə, öz üzərində çalışmaqları ilə. Yəni, bəlkə ola bilər sizin üçün bu necəsə söz kimi gələr, belə biraz inanmazsınız, amma inanın, yəni mən bunu öz təcrübəmdə yaşadım. Və öz təcrübəmdə gördüm ki, insan özünə güvənməlidir, insan öz üzərində işləməlidir, maniyələrdən qorxmamalıdır. Belə olsa, o dream job ki var, biz günün əvvəlində xəyal etdik ki, ora gedəcəyik, siz ora gedəcəksiniz. Əmin olun buna. Təşəkkür edirəm.